Bayram keçib, amma qarşımızda neçə bayramlar var. Əsasən də Novruz bayramı və ən uzun tətil olacaq və avtomatik nəslin nümayəndələri olaraq bir-birinizlə görüşlər çox olacaq. Yəni ona görə də yeni təqdim üçün 10 psixotexnologiyadır. Mən də istəyirəm onu sizə təqdim edeyim. Yəni bayram günlərində enerjinizi qorumaq və bərpa etmək yolları ilə bağlı. Bilin ki, genetik nəslinizin nümayəndələri sizi yemək haqqları var. Çünki sizlə eyni nəsildədirlər, eyni şəcərədədirlər. Düşün ki, bir ağacdır və hərəniz bir ağacın budağısınız. Orada da birləşmiş qablar qanunu işə düşür. Kimdə enerji çoxsa axır az olana. Yəni bu şəkildə görüşlər də olanda, bayramlaşma da olanda, istər telefonla olsun, istər belə yeyib içməklər olsun. Orada qohum qardaş hamı bir-birini yeyir. Təkcə stolun üzərinə düzülən naz-neməti deyil, sizin enerjinizi də yeyirlər. Deyim ki, bunu hansısa bir qohum qardaş qəsdən eləyir, yox. Şuuraltıda bu işləyir və bunlar, belə deyim, infosomatik analizlərdə çox gözəl görsənir ki, filankəs filan bayram ərəfəsində gəldi nəvəsini yedi və yaxud da ki, övladını yedi. Bunlar, belə deyim, təbii hallardır. İndi biz bunları bilirik. Bunlardan da qorunmaq üçün bu 10 psixotexnologiyanı sizə təqdim edəcəyik. Asiyi nənəsini. Ana nənəsini. Ana nənəsini. Birinci seriyada. Altına salıb yemədi.